Sən Vahid, Meracının vaxtında müxtəlif planet və ulduzları müxtəlif rəng çalarında görməyindən və bunun səbəbləri barəsində danış. O məkanların hərəkətlərinin ahəngi var. Ahəngin də rəngləri olur. Nədir ahəngin rəngi? Ümumi halda ahəngin bütün rəng çalarları var. Rəngləri duymaq ayrıdır, görmək ayrı. Hər məkanın özünün rənginin olması müxtəlifliyi göstərmir. Yalnız cəm ahənglər içərisində onun bu hərəkət ahənginin bir hissəsinin olduğunu göstərir. Çünki cəm qalaktikalara baxanda bu məkanlar arasında müəyyən bir rəng olduğunu görürsən. Deməli, o tamamilə boşluq deyil. Bizim yer məkanından isə gecə və yaxud gündüz fərq etməz. Göyə baxanda hansısa sahədən sonra qaranlıqdır. Bu sahəyə gündüz baxanda onu göy rəngdə görürsən. Göy, səma qaradır, qaranlıqdadır. Amma cəm məkanların hər birinin öz rəngi var. Bunu böyük yaradan heç də özü üçün yaratmayıb ki, bu rənglər vasitəsilə onları seçib ayırsın, tanısın. Ahənglərin özü içərisində bu bir ahəngdir ki, bunun da rəngi məhz bu ahəngə uyğundur. Bu harmoniyadır. Bu rənglərin olmasının kökü nədədir? Əslində böyük partlayış anında böyük istilik, temperatur yaranmışdı və sonra məkanların hərəkət harmoniyası başlamışdı. O, istiliyin özündən qalan hər məkanın hərəkətinin ahəngi rəngidir. Bəlkə deyək ki, hər hansı planetin, ulduzun özünün, səthinin, yaxud nüvəsinin, yaxud da ətraf fəzasının temperaturundan asılıdır. Yox, təkcə yer planetində deyil. Cəm planet, Günəş və ulduzların nüvələrinin hamısının rəngi ağdır, ağlıqdandır. Nüvələrdə başqa rəng çaları yoxdur. Bəlkə bunlar ruhi rəng çalarlarıdır. Yox, bu rəng deyil. Yaranış işığının özünün rəngi ağdır. Yaranış işığı böyük yaradanındır. Böyük yaradan özü rəng götürmür. Onun müxtəlifliyi yoxdur. Rənglər isə müxtəlifliyin ilkin əlamətləridir. Bu müxtəliflik kainatda olan harmoniyanın müxtəlifliyidir. Yaranış müxtəlifliyi deyil. Bunlar ayrı-ayrı anlamlardır. Harmoniyanın müxtəlifliyini sən simfonik musiqidə yaxud muğamlarda eşidə bilərsən. Simfoniyalarda nə qədər də harmoniyalar, səs ahəngləri var. Belə çıxmırmı ki, ahəngin özünün də spektri vardır. Bu rəngləri nətəhər başa düşmək olar? Yox, ahəngin özünün spektri yoxdur. Ahəng ahəngləşəndə spektr alınır. Məsələn, ahəngin analoqu rəssamın çəkdiyi tablodadır. Əsl, mahir, klassik üslubda çəkən rəssamın çəkdiyi tabloda bir rahatçılıq, axıcılıq var. Rənglər burada bir vəhdətdədir. Gözə girənlik, yoruculuq yoxdur. Deyək ki, qalanın üstündə birdən-birə ağ rəng yoxdur. Olur ki, novatorçu, yenilik gətirən rəssamların rəsmlərində bu hadisəyə rast gəlirsən. Bu onun özünün təfəkkürüdür və biz bu barədə bəhs etmirik.